Cəmiyyətdə ümumiyyətlə bizim insanlar, xüsusən şərq insanları əksəriyyəti travmalı insanlardır. Travma deyəndə fiziki şiddət nəzərdə tutmuram. Travma budur ki, hardasa bir qanunsuzluq görürsən, hansısa bəzi işlərin yolda getmədiyini görürsən və bu səndə narahatlıq yaradır. Xüsusən məsələn, indi mən Azərbaycana misal çəksəm, bizdə təhsil məsələsi travmalıdır. İnsanlarımız travmalıdır. Niyə? Məsələn, hansısa bir səhifədə bir insan, hansısa bir səhifə, hansısa bir gəncin uğrundan paylaşanda ki, bu məsələn qəbul olub xarici universitetə filan. Məsələn, mən baxıram, insanlar hamısı deyir ki, qayıtma ölkəyə, çünki sənin gələcəyin oradadır. Bu bir travmadır. İndi qadın-kişi münasibətlərində də bu var. Çünki qadınlar, belə deyək, məsələn, bizdə tarix boyu olub, qız qaçırtma olub. Bu dəhşətli bir faktdır. Yəni, sən kimsə gəlir, səndən xoşu gəlir, sənin fikrini öyrənmir qətiyyən, razılığını soruşmur, yolda getdiyin yerdə qaçırdır və sən buna məhkumsan. Və o bayaq dediyimiz milli mənəvi dəyərlər, mentalitet də buna məcbur eləyir. Çünki o evdən qayıdan qızı artıq özünü qəbul eləmir. Onu artıq ləkələnmiş, kirlənmiş olaraq görür və desən orada yaşamağa məcbursan. Və ya bəzi, məsələn, toy hadisələri ki, toylar ki olur, valideyn qıza bu tövsiyəni verir. Oradan ancaq meydin çıxacaq. Oradan qayıtmamalısan. Yəni, orada hər cür şiddətə məruz qal. Döyül, söyül, insan yerinə qoyulma, amma oradan qayıtmayacaqsan. Bunlar travmadır, cəmiyyət travmalıdır. Ona görə, məsələn, müharibədən qayıdan insanları araşdırıblar, səs gələndə onlar reaksiyasına baxıblar. Post-travmatik sindrom. Bəli, çox kəskin reaksiya verir. Bəziləri çarpayının altına qaçırlar. Bu da budur. Məsələn, cəmiyyətdə bayaq dediyim misallar. Yolla getdiyi yerdə kimsə qışqırır, nömrə deyir, nəm gətirir, qaçırır. Belə şeylər insanlarda travma yaradır. Ona görə cəmiyyətdə bu cür münasibətlər başa düşülür.